Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzün nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Munatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 3-də davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə, eləcə də ehtiyat hakim Günel Səmədovanın iştirakı ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməsi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən qondarma rejimin dırnaqarası parlament sədri və digər vəzifələrdə işləmiş David İşxanyana suallar ünvanlanıb. Təqsirləndirilən şəxs cinayətkar birliyin tərkibində funksiya və vəzifələri, Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin zorla ələ keçirilməsi, qondarma rejimin dırnaqarası parlamentinin fəaliyyəti, onun həmin qurumda dırnaqarası deputat və dırnaqarası parlament sədri kimi funksiya və vəzifələri, qanunsuz silahlı birləşmə olan dırnaqarası özünü müdafiə batalyonunun tərkibində iştirak dərəcəsi və rolu, Daşnaqüstün Partiyasının ideologiyası, fəaliyyət istiqamətləri, siyasi əlaqələri, partiyanın Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə fəaliyyəti, onun partiya daxilində vəzifəsi və rolu, habelə qeyd olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksək vəzifəli şəxslərinin rolu və iştirakına dair sualları cavablandırıb. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən 1992-ci ilin yayında qondarma rejimdə dırnaqarası tabur komandiri vəzifəsini tutduğunu və Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib. David İşxanyan Daşnaqüstün Partiyasının fəal üzvü olduğunu, 2 il müddətində qondarma rejimin dırnaqarası parlamentində partiyanın fraksiya rəhbəri vəzifəsini icra etdiyini deyib. Təqsirləndirilən şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də Daşnaqüstün Partiyasının üzvü kimi qoşulduğunu etiraf edib. David İşxanyan dövlət ittihamını müdafiə edən baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandırarkən, qondarma rejimin dırnaqarası ordusunun idarə olunmasının özünü müdafiə komitəsi tərəfindən həyata keçirildiyini bildirərək deyib. Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarə etmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm deyə İşxanyan bildirib. O, baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, 1-ci Qarabağ müharibəsində dırnaqarası tabur komandiri olarkən Monte Melkonyana tabi olub. David İşxanyan müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə və Ağdamda Azərbaycan hərbiçilərinə qarşı döyüşdüyünü etiraf edib. Xocavənddə 8 tabur var idi. Mən də onlardan birinin komandiri idim. 8 tabur rayonun müdafiə xəttinə tabi idi. Onun rəhbəri Monte Melkonyan, ordunun komandiri isə Samvel Babayan idi deyə o bildirib. Məhkəmə prosesində dövlət ittihamçısı Fuad Musayev Azərbaycanın dövlət suverenliyi təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David İşxanyana məxsus Park adlı oteldə silah-sursat və rabitə vasitələri aşkarlandığını bildirərək ona bu barədə sual ünvanlayıb. David İşxanyan rabitə vasitələrinin otelə məxsus olduğunu deyərək, silah-sursatla bağlı məsələdə isə digər erməni sakinləri günahlandıraraq qeyd edib. Mənim fikrimcə, hadisədən bir həftə əvvəl Ağdərədən gəlmiş sakinlər həmin oteldə məskunlaşmışdılar. Ehtimal ki, onlar qoyublar deyə İşxanyan bildirib. Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsində Azərbaycanın həmin vaxt işğal altında olan Xocavənd rayonunda hərbi hissədə hərbiçilərlə görüşdüyünü etiraf edib. Orada kiçik oğlum xidmət edirdi, həm də deputat olaraq bu işləri görmək borcum idi deyə İşxanyan bildirib. O, Azərbaycan hərbiçilərinə qarşı döyüşdüyünə görə təltif olunduğunu da bildirərək deyib. Döyüş xası ordeni təbii ki, mənim döyüş fəaliyyətimə görə verilib deyə İşxanyan bildirib. O, dövlət ittihamçısının siz 2023-cü ilin avqustun 30-da mətbuat konferansında bildirmişdiniz ki,
Rusiya, İran, Fransa, Amerika və Avropa ölkələrinin parlament rəhbərlərinə açıq məktublar göndərərək onları Azərbaycana təzyiq göstərməyə çağırmışdınız. Bu məktubların məzmunu nə idi? Azərbaycana hansı istiqamətdə təzyiq göstərməyə çağırırdınız? Sualına isə belə cavab verib: bəli, mən belə məktublar göndərmişəm, amma o məktubların ünvanına çatıb çatmadığını bilmirəm deyə David İşğanyan qeyd edib. Təqsirləndirilən şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin Ermənistanın Azərbaycana hərbi təcavüzünün məqsədi barədə sualını isə belə cavablandırıb: o dövr üçün mən deyə bilmərəm, çünki o vaxt çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji məqsədlərin, strateji prinsiplərin nə olduğunu artıq başa düşmüşdüm. Strateji məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi deyə İşğanyan qeyd edib. O, Ruben Vardanyanla tanışlığından, sahibi olduğu oteldə qalmasından da danışıb. Vardanyanla 2010-cu yaxud 2011-ci ildə tanış olmuşam. Otelimizi sevirdi. O, dırnaqarası dövlət naziri olan ərəfədə ya da sonra oteldə görüşlər keçirirdi deyə İşğanyan bildirib. O, doğum haqqında şəhadətnaməsində Azərbaycan SSR-də anadan olmasının yazıldığını, lakin Ermənistan vətəndaşı olduğunu söyləyərək bildirib. Sovet İttifaqı dağılandan sonra 150 minlik erməni sakin kimi mən də Ermənistan vətəndaşlığını qəbul etdim. Məndə Ermənistan pasportudur. Mən Ermənistan vətəndaşıyam. Bu mənim istintaq orqanında olan pasportumda da qeyd edilib deyə İşğanyan qeyd edib. Qeyd edək ki, məhkəmənin növbəti iclası aprelin 4-nə təyin olunub. Növbəti proses təqsirləndirilən şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.